Başqa bir ayədə Allah Subhanahu buyurur ki: "Ellezine yunfikun amwalahum fi sabilillah thumma la yutbi'una ma anfaqu mannan ve la aza lahum ecrun inda rabbihim ve la khawfun aleyhim ve lahum yahzanun." Allah Subhanahu buyurur ki, o kəslər ki mallarını Allah yolunda sədaqə edərlərsə, sonra elədiyi yaxşılıqların, sədaqələrin arxasınca, yəni getməzlər və yəni elədiyi yaxşılığın arxasına getməzlər əziyyət verməklə və ya da minnət eləməklə. Allah Teala buyurur ki, onların əcri Allah Subhanahu Taala'nın dərgahında var və onlara qiyamət günü nə bir qorxu, nə də onlar bir hüzün görəcəklər. Yəni bu da deməkdir ki, insan əgər sədaqə edibsə, bir malın sədaqə edibsə, sonra o sədaqəsinin arxasınca getmir. Necə getmir? Əziyyət verməklə, minnət eləməklə. Çünki alimlər deyir ki, müəyyən bir qrup insanlar, hansı ki, onlar sədaqə, zəkatla bağlı məsuliyyətlidirlər, onlara müəyyən hallarda icazəlidir. Misal üçün deyək ki, insandır, məsəl üçün ayrılıb, məsuliyyətli insandır, sədaqə ilə məşğuldur, zəkat yığır, haqqlı sahiblərinə paylayır. Məsələn, tutam ki, o müəyyən bir insana, məsəl üçün müəyyən bir məbləğ sədaqə eləyib, haqq sahibi sədaqə eləyib və sonra isə ona bildirəndə ki, bəs filan kəs ehtiyac əhlidir, belə elə, yəni bu adam dərhal bilir ki, bu ona yardım eləyib. O adamın qismən ixtiyarı var, yəni verdiyi adam əziyyətlə, minnətlə yox, yəni sorğu-sual kimi eləyə bilər ki, filan kəs və ya da dul qadınsa və ya da ki, kasıb ailədir, kişidir, fərqi yoxdur. Deyə bilər ki, qardaş, bəs sənin haqqında müraciət olub, belə bir xəbərdar olub, bəs biz sənə dünən və ya da sıra gün müəyyən bir məbləğ yardım etmişdik. Yəni o məbləğ sənə yetdimi, yoxsa ki, onların xəbəri mi yoxdur? Bu icazəlidir. Yəni bu icazə niyə görə ki, çünki ümumi məsləhət var, həmən insanın məsləhəti var. Çünki bizdə bəzi belə müəyyən bir insanlar var ki, yəni yardım edirlər, sonra özləri də tanıdıqları kasıblar olur və yenidən onu yardım edən adama yönəldir ki, buna baxın da buna yardım lazımdır. Amma həmən insanın da sədaqə işinə məşğul insanın haqqı var ki, həmən insana zəng eləsin ki, filan kəs, bəs sənin haqqında müraciət olub, biz sənə yardım eləmişik, yetdi mi, yetmədi mi? Bu icazəlidir. Bir də var ki, insan sədaqə edir, müəyyən bir sədaqə edir, istər səbəb olur, istər öz cibindən fərqi yoxdur. Sonra isə sabah üçün zəng edir ki, mən sənə filan qədər para xərclədim, nəyə xərclədim? Çeklərin gətir, göstər, falan elə, besməkən elə, yəni başlayır o verdiyi sədaqənin arxasını getməyə. Və bunun səbəbi nədir? Həmən insana əziyyət olur. Yəni bir növ başına qalxmış kimi olur. Çünki baxın, görün ki, şəriət yəni icazə vermir ki, borc sahiblərinin borcunu zəkatla silinsin. Yəni müasir alimlər əksəriyyət deyir ki, bu düzgün deyil. Niyə görə düzgün deyil? Çünki məsələn, kiminsə kimə borcu var, gəlir deyir, filan ki, sən mənə borcum var, zəkatdan sildim. O düzgün deyil. Niyə görə? Çünki o zəkat və ya o sədaqə həmən o kasıbın əlinə çatmalıdır. Və kasıb o zaman öz halını daha yaxşı bilir ki, yəni o nəyə yönəldə bilir. Çünki bəziləri kasıbların adından müəyyən addımlar atırlar, sanki onların işlərini onlardan xəbərsiz yerinə yetirirlər. Amma halbuki həmən insan pul əlinə çatsa, o özü daha yaxşı bilər ki, ona hara yönəltsin, yəni hara sərf eləsin. Çünki ola bilər ki, ondan da şiddətli bir problem ola bilər və ya da ki, ərzaq dükanına borcu ola bilər, dərmanın ötürü aptekə borcu olur və s. Ona görə bu kimi hallar, yəni onun əvəzində nəyisə həll olunması, bu da bir növ onun harada əziyyətdən də düşə bilir. Ona görə Allah Subhanahu bu ayədə buyurduğu kimi insanlar verdiyi sədaqənin arxasında getməsələr, ona əziyyət minnət eləməsələr, o zaman Allah Subhanahu dərgahında onlar üçün əvəzsiz əcr vardır və onlar qiyamət günə bir qorxu, nə də bir hüzün onlara baş verməyəcək. Nəyin hesabına? Baxın, bu bəs kimlərə aiddir? O sədaqə edib, sonra isə sədaqə verdiyi insanlara əziyyət verməyənlər. Sədaqə verdiyi insanlar əziyyət verməyənlər.